Bir il sonra bu videoya yenidən baxacağam. Bilmirəm həyatım necə olacaq. Bəlkə də hər şey tamamilə dəyişəcək. Bəlkə də heç nə dəyişməyəcək. Amma əgər bir gün hər şey dəyişəcəksə, o gün məhz bu gün olmalıdır. Salam, mən Davidim və bu çox güman ki, çəkdiyim ən vacib videolardan biridir. Çünki bu videoda sizə uğurlarımdan danışmayacağam. Əksinə, heç nə eləməmiş bir insan kimi bu videoyla qarşınızdayım. Son bir neçə ayda həyatım haqqında xeyli düşünürəm və baxıram sadəcə həyatıma. Nə etmək istəyirəm, harda olmaq istəyirəm, hardayam və s. Və başa düşdüm ki, əgər həyatımı dəyişəcəmsə, bunu mən etməliyəm. Məndən başqa bunu kimsə edə bilməz. Ən qəribəsi bilirsiniz nədir? İnsan həyatını dəyişməsini istəyir, amma dəyişmək üçün heç nə etmir. Mən də belə idim. Yeni planlar qururdum, yeni məqsədlər yazırdım, YouTube kanalı açacaqdım, biznes quracaqdım, idmana başlayacaqdım, kitab oxuyacaqdım. Amma hər dəfə bir cümlə var idi. Sabah başlayarım. O vaxt isə heç vaxt gəlmirdi. Bir gün düşündüm. Əgər həyatım doğrudan da dəyişəcəksə, bu böyük bir qərarlıq olmayacaq. Kiçik bir qərarlıq olacaq. Bu kameranı almaq, ilk videonu çəkmək, ilk səhv etmək, ilk dəfə utanmaq, ilk dəfə paylaşmaq. Bəlkə də insanın həyatını dəyişən şey birinci addımdır. Həmçinin onu da qeyd edeyim ki, mən bugün sizə bu videoda söz vermək istəmirəm. Çünki söz vermək asandır. Bu video ilə birlikdə bu səyahətə başlamağı və bir il sonra gəlib yenidən bu videoya baxıb nələrisə dəyişəcəyini ümid eləmək istəyirəm. Sizinlə bölüşmək istədiklərim bu qədər idi. Bu bizim bu seriyanın ilk videosudur və burada az da olsa nə eləyəcəyimiz haqqında danışdıq sizinlə. Elə isə getdik.